Ərəstun bəy, xoş gördük Ərəstun bəy. Buyurun Ərəstun bəy, canlı yayında eşidirik sizi. Hər vaxtınız xeyir, Teymur bəy. Əgər xeyir sözünü burada işlətmək yerinə düşürsə, izləyiciləri salamlayıram. Çox pis xəbərdir. Mən bunu bir tək siyasətçi kimi yox, elə həm də həkim kimi dəyərləndirirəm. Çünki vəziyyətin nə dərəcədə ağır olduğunu dərk edirəm. Həkimlik praktikamdan, həkimlik bilgilərimdən. Amma gözlənilməz xəbər deyil. Ona görə ki, bax, biz tez-tez mübarizə ifadəsi işlədirik. Əslində mən o mübarizə ifadəsini işlətmirəm, çünki biz müharibə vəziyyətindəyik. Mübarizə yoxdur. Mübarizə başqa şeydir. Mübarizə qaydalarla, qanunlarla, siyasi etiketlə, siyasi tənzimləmələrlə, siyasi münasibətlərlə həyata keçirilir. Doğrudur. Müharibə isə ölüm dirimdir. Kimin gücü var, kim əzə bilir, kim məhv edə bilir, o qalibdir. Və bugün biz məğlubuq. Ona görə ki, biz hər dəfə bu təkrar edəyim ifadəni üzr istəyirəm, yorucu olacaqsa deməliyəm. Yox, xoşdur bəy, buyurun. Biz şahmat lövhəsi götürüb boks ringinə çıxmışıq. Bu yanlışdır. Əgər bizi boks ringinə çəkirlərsə, biz Kalaşnikov avtomatı götürüb getməliyik, şahmat lövhəsi yox. Orada bizi əzəcəklər. Əvvəl Zeynallı, mən Məlahət xanımın başa düşürəm vəziyyətini, başa düşürəm ki, o indi bütün vasitələrlə əvəz və etiraz eləməyə çalışır. Mən o kəlməsindən qətiyyən razı deyiləm ki, iki şərəfsizin özünü xilas etmək üçün. Gəlin əvəz Zeynallının həbs olunması tarixinə baxaq, arzuluna baxaq, doğru. Əvəz Zeynallını bir işverən jurnalistin, Eynullah Fəthullayev, bəli, Eynullah Fəthullayev işverəndir. Onu yaydığı qeyri-müəyyən bir səs qeydindən həbs elədilər. Adını qoydular ki, güya Ramiz Mehdiyevin, Bəylər Əyyubovun əlaltısı olan həmin o Polad əritmə zavodunu mənimsəmiş Rasim Məmmədovun ailəsindən pul alırdı. Halbuki ortada nə pul var idi, nə sübut var idi. Hətta o yayılan səs qeydində belə heç bir sübut yox idi. Amma görün məhkəmə istintaq zamanı və məhkəmə zamanı nələr bizə çıxdı. Əvvəlcə, deməli, Azər Avtoyoldan, Azərbaycan Avtomobil Nəqliyyatı Yolları Dövlət Konserni deyilən şirkətdən şikayət gəldi ki, güya onun vəkili deyilən şəxsdən Əvəz bəy 8000 manat rüşvət alıb. Yadınızdadır bu. Bəli, yanımdadır bəy. Deməli, orada birincidən güya 20.000 almışdı. Nəsə görünür orada alınmadı. Birdən məlum oldu ki, bundan da alındı. Bu söhbət də keçmədi. Sonra qatdılar ora nəyi? İcra hakimiyyətini. Və baxın, bu qurumların içinə də rəhbərlik edənlərin hamısı PKK törpöküntüləridir. Çox doğrudur Ərəstun bəy, çox doğrudur. Bax, gözəl yerə toxundunuz, bəli, çox doğrudur. Buyurun. Bəli, bunlar PKK törpöküntüləridir. Qardaşlar, bir dəfəlik mən Məlahət xanıma müraciət edirəm. Məlahət xanım, durun, açıqlayın cəmiyyətə, durun, deyin, qoy insanlar bilsin ki, Əvəz bəy hansı təklifdən imtina elədiyinə görə tutuldu. Əvəz bəyə bu təklifi hansı qondarma partiya rəhbəri, PKK nökəri təklif eləmişdi. Açın deyin də bunu. Niyə gözləyirsiniz biz açaq deyək? Bu söhbətin içində siz olmuşsunuz. Mənə bu söhbət əldən ələ keçib gəlibdir. Baxın, Azərbaycan PKK tərəfindən işğal olunmuşdur. Və mən bunu bir daha deyirəm. İnanın, 2-ci Qarabağ müharibəsində PKK-nın Azərbaycana qarşı döyüşməsi barədə faktlar var, onlarla ki, bunu açmırlar. Dövlət, hakimiyyət, zəbt olunmuş dövlət PKK tərəfindən bunu açmır, danışmır. Necə PKK döyüşçüləri gətirilib, terrorçuları hansı dövlətin ərazisində təlim keçərək Ermənistana ötürülüb,
və onlar bizə qarşı müharibədə iştirak edir. Qardaşlar, bu bir xalqa qarşı açılmış müharibədir. Bu Azərbaycan xalqına, yəni Azərbaycan türklərinə, Azərbaycan talışlarına, Azərbaycan ləzgilərinə, avarlarına, digər xalqlara, o cümlədən də PKK tərəfdarı olmayan Azərbaycan kürdlərinin özünə qarşı açılmış bir müharibədir. Artıq bunu dərk etmək lazımdır. Bu müharibədə PKK alətdir. Onun arxasında daha məkirli, daha iyrənc, özünü Azərbaycana dost kimi təqdim edən başqa bir güc dayanır. Bunu anlamaq lazımdır artıq. Nə qədər ki biz, kimsə bizim xeyrimizə bir yumuşaq ifadə işlətdi, bir xoş ifadə işlətdi, biz bundan hayıl-mayıl olub ağlımızı itirəcəyik, biz bir xalq kimi təhlükənin altında qalacağıq, məhv olmaq təhlükəsini. Götürün, dövlətin özünün yaydığı statistikaya baxın. Bir ildə Azərbaycanda doğulan uşaqların sayı, yəni buna təbii artım deyirlər. Əvvəlki illə müqayisədə 17,7% azalıbdır. Siz başa düşürsünüz bu nədir? Əzizlərim, bu soyqırımdır. Bu soyqırımdır. Bunun başqa adı yoxdur. Nə qədər bunu deməliyik ki, millət bunu dərk eləsin. Elə bilirsiniz ki, mən hər kəsə müraciət edirəm. Bu sizə toxunmayacaq. Yalnız Əvəz Zeynallılara, yalnız Tofiq Yaqublulara, yalnız başqalarına toxunacaqdır. Xeyr, bu sizə artıq toxunur. Baxın, son günlər Azərbaycanda artıq məcbur olub hökumətin yandaş mediası haray salıbdır ki, ölkəyə ithal artır, qiymətlər bahalaşır. Sizi artıq övladlarınızı qidalandırmaq imkanından məhrum edirlər. Burada natamam uşaqlar böyüyür. İntellektual inkişafı dayanmış uşaqlar böyüyür. Fiziki inkişafı dayanmış uşaqlar böyüyür. Qaldı hansısa ziyalılara, kimlərəsə ay yoxdur bu ölkədə ziyalı. Bu ölkədə ziyalı mübarizə aparanlardır. Yəni o ənənəvi Sovet dövründən qalma təfəkkürdən xilas olun ki, yazıcı ziyalıdır, alim ziyalıdır, mədəniyyət incəsənət xəlqləri, hamısı yaltaq sürüsüdür. Bunlar hamısı ləyaqətsiz məxluqlardır. Bugün hakimiyyətdə olanlara yaltaqlanan kimi sabah da hakimiyyətdə olanlara yaltaqlanacaqlar. Çünki onlar ələ öyrədilmiş ev tulalarıdır. Kim yer verirsə, kim qarşısına sümü yatırsa ona yalmanır, ona yaltaqlanır. Əl çəkin bu şeylərdən. Mən bu məsələdə bir etirazım var. Heç bir partiya, heç bir təşkilata müraciət eləmək lazım deyil. Qardaşlar, bunlar hamısı səmərətli işlərdir. Bu ölkədə Tərtər qətliamı kimi bir cinayətə hansı bir partiyanın adi bir quru bəyanatı olubdur? Bir dərəsinin adını çəkin mənə. Anvar Vəliyev kimi qatilin, cinayətkarın Konstitusiya Məhkəməsinə, özdə Konstitusiya ili elan olunmuş İlham Əliyevin özü tərəfindən elan olunmuş ildə cinayətkar, qatil, xəyanətkar Azərbaycan ordusuna olmazın zərbə vurmuş, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmiş və Azərbaycan xalqının qürurunu, ləyaqətini təhqir eləmiş bir alçağa, bir soyu kökü bəlli olmayan yaramaza İlham Əliyev ona görə qanunu dəyişir və verir ona Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini, yeri gəlmişkən formal baxımdan o hərbi prokuror vəzifəsindən daha yüksək vəzifədir. Bəli, doğrudur qardaş, doğrudur. Və buna görə bir ölkədə bir ziyalının, bir siyasi xadimin səsi çıxmır. Hatta heç kimə müraciət eləmək lazım deyil. Azərbaycan Xalq Parlamenti bugün xalqın tərəfində duran, onun sözünü deyən yeganə qurumdur. Və Xalq Parlamenti çərçivəsində də fəaliyyətimizi davam etdirməliyik. Bunlar bizə söyür, bizə böhtən atır, bizə qara yaxır. Biz bunlara müraciət edəcəyik. Bunlar partiya üzvlərini parlamentdən, parlamentə seçilmiş partiya üzvlərini parlamentdən təzyiqlə kənarlaşdırırlar. Biz bunlara müraciət edəcəyik. Kim də onlara müraciət edəcək? Onların arxasında gedən 5 adam varmı? 3 adam varmı? Heç kim yoxdur artıq. Bitirin bu söhbətləri. Mən xahiş edirəm. Gəlin realist olaq. Realizm isə budur. Azərbaycan xalqına qarşı müharibə aparılır.
Azərbaycan xalqına qarşı soyqırım aparılır. Azərbaycan xalqının söykənəcəyi artıq heç bir siyasi ictimai qurum yoxdur və Azərbaycan xalqı faktiki olaraq ortada kimsəsiz qalıb, müdafiəsiz qalıb. Doğrudur. Və görün nə edirlər? Əllərindən gələni edirlər ki, bu xalqın danışan dilləri, düşünən beyinləri ya əyilib, əzilib yaltaqlansınlar, ya həbsə düşsünlər, ya ölsünlər, ya ölkəni tərk eləsinlər. Bu sistemli siyasətdir. Bunu başa düşməyə nə var ki? Və bunun hamısını nə ilə pərdələyirlər? Türkçülük, nə bilim, millətçilik, Turançılıq, ayının özünüzə gəlin, əziz həmvətənlərim. Bax, o deyirəm, bizə biri bir xoş söz deyir, ayın olur. Bu da həmin metoddandır, həmin texnologiyadan. Heç kəs Əvəz bəyi əff eləməyəcək. O vaxt əff eləyəcəklər ki, qorxacaqlar. O vaxt əff eləyəcəklər ki, təhlükə hiss eləyəcəklər. O vaxt əff eləyəcəklər ki, canlarına vicvicə düşəcək. Yoxsa mərhəmət, canlıqdan mərhəmət olmurlar, qatildən mərhəmət olmurlar. Doğrudur. Doğrudur Rəstum bəy. Var olun, çox təşəkkür edirəm Zəngəzər Rəstum bəy. Fikirləri çox gözəldir. Təbii ki, fikir müxtəlifliyi parlamentdə var. O, mənim fikrimlə sizin fikriniz də o məsələdə üstə düşmür. O da çox gözəldir. Amma hər halda bizim siyasi məhbusların azad olunması üçün addımlar atmamız vacibdir. İndi baxaq görək hansı addımlar atacaq. Çox sağ olun, təşəkkür edirəm sizə Rəstum bəy. Təşəkkür edirəm. Var olun, sağ olun.